Demək, prosedur icra olunacaq vaginal rejuvenasyon, uşaqlıq yolunun daraldılması. İlk olaraq yaşımız haqqında məlumat verək. Neçə yaşımız var? 40 yaşımız var. Təbii doğumlar olur, amma təbii doğumlardan sonra bəzən aralıq nahiyəsi elə bərbad şəkildə cırılmış olur ki, biz lazer üsulu ilə yəni bu problemi aradan qaldıra bilmirik vagina. Amma sizdə doğuşlarınız yaxşı keçib, sadəcə vaginada genişlik var. Normal olaraq təbii doğum yollarından, yəni müəyyən bir çəkidə uşaq doğulursa, yəni vaginanın genişlənməsi normaldır. Amma aralıqda yırtılma olanda məcburən cərrahi etməli oluruq. Sizdə bu yoxdur. Yəni ona görə də sizi lazer üsulu ilə vaginal daralma prosedurunu icra edirik. Ağrısız şəkildə aparılır. Bu prosedurun üstün tərəfləri nədən ibarətdir? Bu prosedurun üstün tərəfləri kəsiksiz, qansız olmadadır. Bircə sizə bizim bir belə deyim, diyetimiz olacaq, cinsi diyet 4 günlük və 4 gün ərzində şam, vanna heç nə istifadə eləməyəcəyik. Prosedurun ağırlığına gələndə isə prosedur ağırsız prosedurdur, zaten yerli keyitmə də edirik. Səhər